Bilmirəm. Lülülü. Məlum deyil. Bangladeş. Balagadeş. Natamam. Natavan. Dəqiq məlum deyil. Müğənni Arzu Rızayevi yaxından görmək. Çernobıl ədili. Qorxmaz əlili. Köhnə maşın saçlarını yığmaq. Bığımı heç vaxt qıxmamaq. Çalapur. Raçkapur. Zarafat edirəm. Gəl. Sımırla, qorxusuz mən. Görüntü var? Aha. Başlar bölünməli. Siz kimsizə? Əvvəlcə salam meleyküm, xoş gəlmişsiniz. Salam aleyküm. Aleyküməssalam. Görüntü var? Var. Əla. Mən başlayaq da. Yox. Niyə? Bax da, Baxıram da. nə görürsən? Səni görəm. Məni görə bilməzsən. Niyə? Çünki mən rüşvət götürmürəm. İpsiyo. İkincisi də məni məndən niyə soruşursan? Qonşulardan soruş, qonşulardan. O sən kimdən soruşum mən səni? Qardaş, qonşu bilirsən nədir? Ay niyə bilmirəm, yaxşı bilirəm. Bilən bilirsən kimsən. İpsiyo. Rəhmətli atası çox yaxşı kişi idi. Allah rəhmət eləsin. Ancaq bu gücbəsə kim oxşayıb bilinmir. Rəhmətli atasının başı çatmırdı. Çatan elə it kimi qapırdı. Amma bu lülülü ürək deyə ürək. Ay, lülülüylə bura çox yerlər açmışıq biz. Maşallah yaxşı da uçmağı var. O gün nəxdidir ki, uçmağım gəlir. Alıp teşhir elədi. Sovetski bax bu boyda görsərdi. Hələ Novxanlıya çatmışdıq qaqaş. O panorama sizdə də var da, hə? Mən buna 20 ildir qonşuyam. Hələ bir dəfə görmədim ki, bu insan yandan varmağa bir dəfə yol çəksin. Bundan adam olar, adam olmayıb olmayacaq. Günorta yeməyini həmişə mənim kafemdə yeyir. Bir də sulu yeməyi qoyurlar qabağına. Bilirsiniz necə təpir gözünə. Sonra iftar oyda da makaronu, püresi, katleti yanında nəyisi olmur. Burnunun deşiyindən gəlsin onun. Bir dəfə gəlib deməyib ki, bəlkə bir kafendə bir kömək lazımdır. Gəl. Lülü mənə salam eləyik. Aleykümselam, xoş gəlmisiniz. Sağ ol. Hardan gəlmisiniz? Kanaldan gəlmişik biz sizi çəkməyə. Hansı kanaldan? Mingəçevir yoxsa Şirvan? Yox, televiziyadan gəlmişik də.
Televizordan da hə? Hə də hə. Gəldik sən intervyu alaq da. İntervyu verə bilərsiniz. Qardaş, mənim intervyum zadım yoxdur. Hamısını söküb apardılar. Yaxşı, bəs müsahibə necə verə bilərsiniz? Müsahibə olar. Yaxşı. Deməli, sualımız belədir. Bütün evlər plana düşdü. Bircə Aha. sizin evdən başqa. Səbəbini bilmək olar. Qardaş, səbəbi mənim adamım var ona görə. Başa düşmədim. Camaat yerdən çıxıb hamının adamı var da. Sən müxbirsən, yoxsa ara qatan 2 dəqiqə aranı vurursan. Yox da soruşdunuz, mən soruşdum, dediniz adamım var, ona görə deyirəm. Qardaş, deyirəm ki, adamım var. Zəhmət nə çəkirlər? Çağıracam, evi özü söküb çıxıb gedəcək. İpsi. Yaxşı. Lülü müəllim, onda olar gedək evə baxaq. Evə? Hə. Bu nə də çubuğuna keçirmisən canavar dərisi? Nupaqadidir bu. Bilməm, geyir evə baxmağa. Gedək də gedək. Gəlin. Qardaş, sən mənə dəqiq dinlə. Sənə bina evi lazımdır, yoxsa həyət evi? Bir ev var, suyu Lülü müəllim, mən makler deyiləm, mən müxbirəm, müxbir. Sən müxbir deyilsən, sən katastrofasan. Hə, Başa çox sağ ol. düşdün? Allah razı olsun, çox sağ ol. Gəlin qardaş, gəlin. Gəl. Hoş gəlmisiniz evimə. Göstərim sizə. Başım qarışdı, sizi qoyub keçmişdim içəri. Deməli belə, bura mənim bir otaqlı evimdir. Başa otaqlı. düşdüm, bəli, bir otaqlı, amma həyətim çox böyükdür. 500 hektar. Nəriman Nərimanov heykəlindən başlayır, düz 5 mərtəbənin quruğuna qədər. Bildin də ara? Aşağıda Astrama tərəf. Qış parkı, Zimnoyleta. Ora aradır. Sən bilməzsən, cavansan. Qulaq as. Bura mənim spalnimdir. Baba, bura mənim spalnimdir. Çox gözəldir. Yakandan yakana gəlirəm. Başa düşdün? Başa düşdüm, başa düşdüm. Qazı, suyu, işığı yoxdur. Yoxdur. Qardaş, işıq lazım deyil. Niyə? Çünki özüm hər tərəfə işıq saçıram. Of. Suyu yaxınlıqdan ələt yolundan əlimdə əlcə ilə daşıyıram. Sö. Yaxşı, ay Lülü müəllim, bəs bu, mənə baxın da, bəs bu qazsız necə keçinirsiniz? Yeməyi harda pişirirsiniz, necə keçinirsiniz? Qaz problem deyil. Şəhərdə o qədər qaz var ki, kırçoka atıb birini keçirdirəm kırçoka, başımı fırladıram. Lap yaxşı. Bəli, bu başınızı fırladanda bəs başınız ki gəllənmir? Hə? Sənin zarafatını yiyeyim, zarafatını yiyeyim. Kırçoka fırladandan sonra başımı fırladıram da sən başa düşmürsən. Lap yaxşı. Elə bəs bu kurçok demişkən, yaxşı anlaşılır Lülü müəllim, bəs bu balığa axırıncı dəfə nə vaxt getmisiniz? Balığa? Hə, balıq tutmağa. Balığa getmirəm. Balıq özü gəlib keçir buradan İnamarka ilə. İpsiyo. Var. Amma o blancınqa söhbəti mənə ləzzət elədi, ya sözün açığı. Amma bunları pişirmək biraz mənim üçün qəlizdir, yəni ağırdır. Eləsi var semitska yağı ilə pişir, eləsi var ki dillə pişir. Semitska yağı ilə pişənlər tıxlı olur, dillə pişənlər tıxsız. Yaxşı Lülü müəllim, bəs bu pullu balıqlar yeməli olur yoxsa pulsuz? Pulsuz balıq indi kimə lazımdır ki? Pullu balığı da indiki dövrdə tapmaq çətindir. Gərək adamın qismətində olsun, qismətinə çıxsın. İpsiyo. Yaxşı, bəs bu balıqların axırı necə olur? Axırı? Bu balıqlara aid mən bir mahnı bəst eləmişəm. Yəni musiqisi mənə aiddir, sözləri Şakiraya. Vur bir dənə. Vurum. Belə vur. Sən mənə, he he, mən sənə, he he he, sən mənə, mən sənə, mən sənə, he he he, sən mənə, he he, mən sənə, he he he, sən mənə, mən sənə, mən sənə, he he he, mən sənə, he he he, İpsiyo. Əla.
Lülü müəllim, açığı belə əməlli başlı klip idi. Siz çektiniz de onu. Çəkdik, bəli çəkdik. Ha, birden sen canı onu insan drama adına glaznika koyarsan günümüzü qarı eləyərəm, qara eskiyə Yo, narahat bürüyərəm, olma, mənim beynimi xarab eləməyin. Yox, narahat olma, heç yana qoymayacaq. Zarafat edirəm, kef edə. Lülü müəllim, sizin gözəl səsiniz var da. Belə deyək, bəs necə bu yöndə özünüzü inkişaf elətdirmirsiniz? Necə eləyim, sən dinən mən də eləyim. Loru dildə desək, necə bu vaxta qədər sizə podyaşka verən olmayıb? Paddeşka, Hə. Paddeşka bir dəfə mənə müğənni Vasif Məhərrəmli verdi, qırmızı rəngdə. Qırmızı rəngdə paddeşka, sonra 3 aydan sonra zəng vurdu, dedi ki, paddeşkamı qaytar, Kürdəmirdə toydayam. Ha. Sən can qardaş, səndən bir söz Ha, buyurun. soruşum. Sən Elariz Məmmədoğlunu yaxından görmüsən? Ha, burada nə var ki? Burada heç zad yoldur, bir də ağac. Nəysə. Necə Tabii, yəni kamera nəysə, imkan ver də sözümün canı var. Günlərin bir günü Cavanşir Məmmədov yoxdur müğənni. Hə. Gördüm ki aşağıdan azdıramadan, üzü yuxarı Rolls Royce ilə gəlir. Hı. Çıxdım Reski Rolls Royce'un qabağına, az qaldı maşın vursun məni. Pəncərəni açıb dedi, neynirsən nə? Körsən, gözün görmür, maşının altına atırsan özünü. Dedim Cavanşir müəllim, üzülü sayın, səhər tezdən dişlərimi yumamışam. Güldü, dedi bura gələ. Çıxartdı cibindən bir dənə şax beşlik verdi mənə. Ha. Onu götürən kimi inanırsan, səhərə qədər yata bilməmişəm. Sevincimin həddudu yox idi. Yaxşı, bəs səhərə qədər niyə yata bilmədiniz? Bəs demirəm, səhərə qədər ona görə yata bilmədim ki, istiydi, özümü yelləyirdim. Ha. Səhər də açıldı, gördüm ki, yağış yağır. Bəs siz nə elədiniz? Mən də dedim, yağ-ey yağış. Yağ ginən sən səhərəcən, sənə alqış, sənə əhsən. Hanı mənim dostum Kərpic Həsən? Siz bir dənə məsələni söylülü müəllim. Yox, Mən uşaqlarla gəlmişəm çəkilişəyə buraya. yox, ciddi danışırdım. Özünü qoymusan Bakı Salyan yoluna, elə bilirsən dünya dərəbəyli zatdır. Şimali Koreyanın yaxşı bir atalar sözü var. Ha. Deyir atım tutun mən səni, təkərə salım mən səni. İmza Yaşar Yusuf. İpsyo, indi cehizlərimi də vur qoltuğuma, buradan düz aşağı sürüşürsən qış parkına. İpsyo. Ay, yığ onu gedək, gəl dalımıza, gəl, gəl. Bununla bir adam çıxdı. Boş durub gəlmişəm bura bu boyda yolu. Siz çəkdiniz də onu. Ha çəkdik. Bax sənə deyirəm, birdən çaşıb onu insandır amma adına glaznika qoyarsan, Yo yo. sizin gününüzü qara Yo, edib nara- qara əskiyə bükərəm. Yo vallahi qoymarıq. Zarafat edirəm. Çox sağ. Bilmən belə deyək də, sizin çox gözəl səsiniz var. Bəs necə özünüzü bu yöndə inkişaf elətdirmirsiniz? Necə eləyim? Sən dinən mən də eləyim. Belə loru dildə desək, necə bindiyə qədər sizə podyaşka verən olmayıb? Paddeşka, Bəli. Paddeşka bir dəfə Vasif Məhərrəmli verdi mənə, qırmızı rəngdə, şalvarım düşəndə. O Allah saxlamış da sonra 3 aydan sonra zəng vurdu, etdi, Kürdəmirdə toydayam, Paddeşkanı qaytar. Ha. Ay. Qardaş, sənə bir söz deyim. Ha buyurun. Sən canama düzünü denən. Ha. Sən Elariz Məmmədoğlunu yaxından görmüsən. Ha görmüşdüm. Nə var ki burada? Burada heç zad, bir ağacdır, bir də yoldur. Of, nəysə. Ay necə yanın nəysə, sözümün canı var qardaş, de görək. imkan ver. Günlərin bir günü oturmuşam burada həyətimdə, görürsən də nə boyda həyətim var. Maşallah. Cavanşir Məmmədov yoxdur müğənni. Azdıranmadan üzü yuxarı Rolls Royce ilə qalxır. Çıxdım maşının qabağına belə, Hı. az qaldı maşın vursun. Dedi neynirsən hə, gözün kördür. Dedim Cavanşir müəllim üzülü say, səhər tezdən dişlərimi yumamışam. Güldü dedi bura gəl hə. Çıxartdı cibindən 5 manat verdi mənə. Götürdüm. Səhərəcən sevincimin həddi yox idi. Yatmamışam. Bəs niyə yatmadı səhərə kimi? Demirəm, istəyidi özümü yelləyirdim. Səhərəcən ona öyle yatmamışam. Ha, laf yaxşı. Səhər də açıldı. Aha. Gördüm yağış yağır. Bəs siz nə ediniz? Heç zat dedim yağ ey yağış.
Yağ ginənsən, sərəcən, sənə alqış, sənə əhsən. Hanı mənim dostum Kərpic Həsən? Müəllim, İpsyo. bəs sürün. Doğrusu bizlə məzələnirsiniz. Bu qədər uşaqları yığıb gətirmişəm bura mən kanalda. Ya sən elə bilirdin ciddi danışıram. Hə. Özünü qoymusan Bakı Salyan yoluna, elə bilirsən dünya dərəbəyli zatdır. Məşhur Şimali Koreyanın atalar sözü var. Atım tutum mən səni, təkərə salım mən səni. İmza Yaşar Yusuf. İpsyo, cehizlərimizi də vurun koltuğumuza. Sürüşün buradan aşağı, qış parkına. Davay yallah. Gəl getdik. Lülü müəllim, açığı belə əməlli başlı klip idi. Siz çəktiniz də onu. Ha, çəkdik, bəli. Birdən çəkib onu Instagram da qoyarsan, Yo, narahat olma, yo. Heç ana qoymuyor. zarafat edirlər. Hə, çox sağ ol. Lülü müəllim, bir söz deyim sizə. Sizin gözəl səsiniz var. Amma bəs necə bu yöndə özünüzü inkişaf elətdirməmisiniz? Necə eləyim? Belə deyək də, loru dildə desək, indiyə qədər sizə padyaşka verən olmayıb. Olub, Vasil Məhərrəmli bir dəfə Aha. verdi paddeşka qırmızı rəngdə, şalvarım düşəndə. Sonra 3 aydan sonra aldı məndən, dedi Aa, Kürdəmirdə ayıb toydayam. olsun. Sən Elarzi yaxından görmüsən. Hə, görmüşəm. Burada nə var ki? Burada ağac bir də yox. Of, nəysə. Hə qardaş, necəyəm nəysə, sözümün canı var. Bir gün cavan De ki görək. gəlirdi, qabağına çıxdım, bir beşlik verdi mənə, səhərdən yata bilməmişəm. Bəs səhərə qədər niyə yatmadınız? İstiydi özümü yelləyirdim. Ha. Səhər də açıldı, yağış yağırdı. Dedim, yağış yağırdı. Bəs siz nə ediniz? Heç sən dedim, yağış, səhərəcən yağ, hanı mənim dostum Kərpic. Bilməm, siz bizlə məzələnirsə, Yox. uşaqları yığıb gətirmişəm mən kanaldan bura. Ha, belə şey olmaz, he? Bilməm, siz bizlə məzələnirsə, mən uşaqları yığıb kanaldan gətirmişəm bura. Belə şey olmaz axı.